Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif informatika iş dəftərindən səhifə 48 və 49-da olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Mətnli şəkillər. Şəkillərdən hansı verilmiş alqoritmə uyğundur? Sarı rəngi seç, dairə çək, göy rəngi seç, dairə çək, sarı rəngi seç, düzbucaqlı çək. Bu ikinci şəklə uyğundur. Verilmiş şəkli çəkmək üçün aşağıdakı alətlərin hansından istifadə edə bilər? Onları qeyd et. Deməli, bu alətlərdən istifadə edə bilərik. Aşağıdakı şəkilləri çəkmək üçün alqoritm yaz. Gördüyünüz kimi birinci duman şəklidir, ikinci isə səməni şəklidir. Birinci karandaş aləti seç, rənglər qutusundan göy rəngi seç, bulud şəkli çək, boya ilə doldurma alətini seç, buludun rənglə. İkinci, karandaş alətini seç, qəhvəyi rəngi seç, dairə çək və rənglə. Yaşıl rəngi seç və səməni çək, qırmızı rəngi seç, lent çək. Çalışma 4. Algoritmi Paint proqramına yerinə yetir. Qırmızı rəngi seç, fırça alətini seç, gül çək, yaşıl rəngi seç, gülün budağını çək, şəklin altında öz adını yaz. Siz şəkli bu verilmiş qaydalara uyğun çəkib, şəklin altında öz adınızı qeyd etmiş olacaqsınız. Paint proqramında həndəsi fiqurları çək və içini rənglə. Hər şəklin altında onların adını yaz. Birinci şəkil dairə, ikinci şəkil düzbucaqlı, üçüncü üçbucaq, dördüncü trapesiya. 6. Siz onu kompüterdə çəkə bilərsiniz. 6. Paint proqramında svetofor çək və dairələrin yanında onların verdikləri informasiyanı mətn formasında yaz. Deməli, qırmızı rəng dayan. Sarı hazırlaş, yaşıl keç. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.